Qardaşlardan biri bidət daşıyıcılarından biri ilə ünsiyyətdədir. Ona dedikdə ki, onunla oturub durma, o deyir ki, nə olsun, əsas odur ki, bidətçi deyil və bu əməlinə Şeyx Abdurazaq Hafizahullahı dəlil gətirir. Ümumiyyətlə bilmək lazımdır ki, qardaşlar, bir insandan uzaq durmaq üçün, yəni illah da bidətçi olması vacib deyil. Yəni o insan bidətçi olsun, ondan hamı qaçsın. Ola bilər ki, bidəti daşıyır. O bidətçiyə o fikri daşımaqda yardım edir, maddi və ya məsəl üçün mənəvi dəstək verir ona. Aydındır, hər bir halda bunlardan uzaq düşürsən. Onların hökmləri müxtəlif olar, amma onlarla müamilə müəyyən məsələlərdə eynidir. Xüsusən də onlara, yəni onlardan uzaq durmaq, onlardan çəkinmək məsələsində. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Kəb ibn Məlikdən sahabələrini çəkindirdi, özü də çəkindi. Kəb ibn Məlik bidətçi deyildi ki. Yəni belə bir gətirmək ki, bidətçi deyil, yəni onda bizdə yəni sözdən elə çıxar ki, Kəb bidətçi idi. Yəni yalnız bidətçidən uzaq durulur. Belə başa düşülür cavab verməyindən ki, yəni ancaq bidətçidən uzaq durulur. Yox, ancaq bidətçidən uzaq durulmur. Ola bilər bidətçi deyil, lakin sahibul bidədi, bidət daşıyandır və s. və s. məzəmmət olunmuş bir sifətlənib. Amma Şeyx Abdurazaqı və başqa bir şeyxləri gətirmək, yəni hansısa bir məsələdə olmaz elə şeylər eləmək. Çünki hansısa bir alimi öz və sifər olaraq gətirmə. Yəni bir əməl edirsən və deyirsən ki, və filan alim də belə edib. Sünnə nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem nə edib? Yəni ümmət alimləri nə edib? Aydındır, nə deyib? Qaldı ki, alim nə edir, nə etmir? Buna alimlər baxırlar, onlar cavab verirlər, onlar tələbələri yönəldirlər. Amma bizə düşən elə o alimlərin Şeyx Abdurazaq olmaq daxil olmaqla, başqa alimlərin Şeyx Abdurazaq daxil olmaqla, başqa alimlərin yazdığı kitablarda, dediyi sözlərdə qoyduğu sələfin, əhl-i sünnənin yoludur. Onu əməlləmək. Onlar da nə deyirlər? Deyirlər, istər bidət fikir daşıyan olsun, istər bidətçi olsun, onlarla uzaq durun, onlardan oturmayın, onlarla uzaq durun, onlarla oturmayın. Amma şeyxin hansısa bir hərəkəti, hansısa bir əməli bizim üçün, nə də müsəlmanlar üçün dəlil deyil. Aydındır, dəlil Quran və sünnədir. Bu cür yanaşmaq xatadır, səhvdir. Allahdan istəyir ki, Allah Teala qardaşımıza doğru yolu göstərsin, ona müvəffəqiyyət nəsib etsin. Və sallallahu nəbiyyinə Muhammedin və alə alihi və sahbihi ecmaîn. Son olaraq biz sələfliyin hər bir insanın gedə bilməyəcəyi ağır bir yol olduğunu görürük. Bu yolda sabit olmaq üçün bizə nə nəsihət edərdiniz? Ümumiyyətlə, kim ki kitab və sünnə üzərindədir, o ən birinci Allah Teala'dan dua edib istəməlidir ki, Allah onu sabit saxlasın. Çünki sabitlik Allah Teala'nın əlindədir. Əgər Allah Teala sabitlik vermərsə, insan sabit qala bilməz. Allah Teala buyurur ki, وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدَّتْ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا. Ey Muhammed, biz səni sabit saxlamasaydıq, sən də onlara tərəf meyl edərdin. Yəni, Allah Teala sabitliyi özünə tərəf, özü üçün özünə aid olduğunu bəyan edib bizə. Allaha dua eləmək və sabit qalmış insanların ətrafında cəm olmaq, onların fikirlərinə qulaq asmaq və özünə arxain olub, mən sabit qalaram, mən nəsə bilirəm, mən nəsə öyrənmişəm deyib də bu cür şeylərə yönəlib, insan aza bilər. Ona görə sabitlik sənin öz nəfsindən deyil, Allahdandır. Dua eləmək və həmçinin sabit bir topluma meyil eləmək, onlarla oturmaq, onlarla durmaq ola bilər. Hansısa bir adamın ağlamağı, hansısa bir adamın gözəl danışığı səni allada bilər. Bu qədimdə də olub, indi də olub və Peyğəmbər s.ə.v gözəl danışığı sehirlə bərabər tutub, vəsf eləyib və deyib sehirbaza oxşuyur və ya sehirbaz sözünə oxşuyur və ya o sehirdir. Nədir sehir? Sehir Allahdan şeydir. Sehir Allahdır. Ola bilər. Ona görə bax, sağlam insanların fikrinə, sağlam insanların yönəltməsinə və o cür get. Bir insanın ağlaması, bir insanın gülməsi və bir insanın gözəl danışması və s. Bu, o meyar deyil. Bu gözəldir, olsa gözəldir. Amma meyar olaraq bu deyil. Meyar olaraq nədir? Allahın kitabı Peyğəmbər s.ə.v-in sünnəsi. Bu cür qalsaq, dua etsək və sağlam insanlara yanında olsaq, inşallah sabitliyimiz Allahın izni ilə davamiyyətdə olar.
Allah razı olsun. Allah sözə var.